Mart ayının 20'si değerli izleyicilerimiz, son dəqiqə diqqətinizə çatdırım ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib və müraciətində nələri deyibsə, bunu sizə təqdim etmək istəyirəm. Belə ki, Paşinyan İlham Əliyevə müraciət edib, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan prezidentinə sülh sazişinin imzalanması ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edib. Bu barədə o Telegram kanalında yazıb, Ermənistan və Azərbaycan arasında sülh sazişinin layihəsi razılaşdırılıb və imzalamağı gözləyir. Mən Azərbaycan prezidenti İlham Əliyevə Ermənistan və Azərbaycan arasında razılaşdırılmış sülh sazişi layihəsinin imzalaması ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edirəm deyə Ermənistanın baş naziri qeyd edib. Ötən gün Paşinyan 2 paylaşım eləyərək sülh sazişi imzalamağa hazır olduqlarını bildirib və onun ardından növbəti paylaşımında isə Müdafiə Nazirliyinə atəşkəslə bağlı göstəriş verdiyini qeyd edib ki, Ermənistanın Müdafiə Nazirliyinə bildirdim ki, Azərbaycanın ordusunun mövqelərini atəşə tutmasınlar, çünki Nikol Paşinyan sülh bağlamaq istəyir. Amma çox təəssüf ki, Nikol Paşinyanın həmin göstərişinin ardından da ordumuzun mövqeləri yenə də axşam saatlarında atəşə tutuldu.